Dostlar, 2026-cı ilin ən maraqlı seriyası olan Samsung Galaxy A57 və A37 ilə sizi bugün yaxından tanış edəcəm. Ekrana yaxın oturun, çünki bu smartfonların sizə deyəcəkləri var. Hər iki smartfonun ekranında bizi 6.7 düymlük Super AMOLED ekran, FHD+ çözünürlük və 120 Hz yenileme tezliyi gözləyir ki, bu da gündəlik istifadə zamanı bizə sözün əsl mənasında komfort yaradacaq. Hər iki smartfonun ekranları Gorilla Glass Victus Plus ilə qorunur və IP68 sertifikat sayəsində bu smartfonlar su və toza qarşı çox güclü müqavimətlər var. A37-nin daxilində Exynos 1480 çipi yerləşir. Bu orta səviyyə performans təmin edir və gündəlik tətbiqlər üçün yetəri qədər güclüdür. A57 isə Exynos 1680 prosesora malikdir ki, həm performans, həm də oyun və multitasking üçün daha çox performans təklif edir. RAM və yaddaş seçimləri hər iki model üçün elastikdir. 8 GB RAM və geniş daxili yaddaş variantları mövcuddur ki, bugünkü mobil istifadə tələblərini rahatlıqla qarşılayır. Hər iki smartfon 5000 mAh batareya ilə gəlir və yeri gəlmişkən Samsung'un verdiyi məlumatlara əsasən bu smartfonlar normal istifadə zamanı 2 günə qədər rahat performans təqdim edir. İndi isə gəlin ən sevdiyim hissə kameralara keçid edək. Hər iki smartfonda bizi 50 megapiksellik əsas kamera gözləyir. Samsung A37-də 8 megapiksellik geniş bucaqlı, 57-də isə 12 megapiksellik geniş bucaqlı kamera gözləyir. Hər iki smartfonda 5 megapiksellik makro kamera mövcuddur və 12 megapiksellik selfie kamerası ki, bu selfie kamerası ilə həm video zəngləriniz keyfiyyətli olacaq, həmçindəki gündəlik çəkəcəyiniz videolarda çox böyük keyfiyyətə sahibdir. Əgər bu smartfonları əldə etmək istəyirsinizsə, o zaman irşad istənilən mağazalara veb-sayt və mobil tətbiq vasitəsilə əldə edə bilərsiniz. Əgər hər hansı bir sualınız yaransa, bu videonu şərh bölməsində qeyd edin və yaxud da ki, +0171 nömrəsi ilə əlaqə saxlamaqdan çəkinməyin. Sağ olun dostlar.